Bu günlərdə bir informasiya yayıldı Pənah bəy. Müxalifətin görüşü ilə bağlı, müxalifət liderləri görüşüblər. Belə bir məlumat vardı ki, Müsavat Başqanı İsa Qəmbər, Demokrat Partiyasının sədri, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və siz görüşmüsünüz. Görüş olub mu Pənah bəy? Olubsa nəyi müzakirə edirsiniz? Görüş olub. Biz ümumiyyətlə tez-tez müxtəlif formatlarda görüşdük, amma bu rəsmi bir görüş idi. Mən Sərdar bəyin sonra bir çıxışı oldu. İnternet televiziyalarından Sərdar bəy tam açıqlamadı. Bir qədər görüşdə nələr müzakirə olunur, məqsəd nədir? Sözün doğrusu bu görüş özü demək Demokrat Partiyasının və Müsavat Partiyasının sədrləri arasında görüşüydü. Mən çünki hal-hazırda partiya sədri səlahiyyətlərini icra eləmədiyimə görə üçlü, yəni Xalq Partiyası da burada iştirak edirdi deyə bilmərəm. Mən də amma həmin görüşdə iştirak elədim, demək və sözün doğrusu mən çox razı qaldım. Yəni həm müzakirədən, müxtəlif məsələlərdən, həm nəzərdə tutulan addımlardan. Gələn həftə Sərdar bəylə bizim görüşümüz olmalıdır. Yəqin ki, mən məlumat alaram ki, Müsavat Partiyası ilə və onun başqanı ilə onun əlavə təmasları olub ya olmayıb. Məqsəd nədən ibarətdir? Yəni burada söhbət siyasi partilərin fəaliyyətinin daha da demək koordinə olunmuş şəkildə davam edilməsi üçün bir səylərdən gedir. Söhbət hansısa bir indiki etapda bir müxalifət birliyinin və yaxud müxalifət təşkilatının yaranmasından yox, indiki halda daha çox iki partiyanın arasındakı əməkdaşlıqdan gedir və əgər gələcəkdə prinsip etibarilə, çünki orada Sərdar bəy birinci dəfə vurğuladı ki, biz yalnız oxşar ideoloji yaxın platformada olan siyasi partiyalarla əməkdaşlıq etmək istəyirik. Hətta belə bir onun indi düzdür, məxfi olmadığına görə mən deyirəm. Dedim, məsələn, biz deyək ki, Rusiya yönümlü siyasi partilərin yanında və yaxud onlarla əməkdaşlıqda ola bilmərik. Məsələn, bugünkü bu müzakirələrimizə görə demək, qeyd edirəm. Şəxsən mənim fikrimi bilmək istəsəz, indi Xalq Partiyasında da bu məsələ müzakirə olunaraq, yəni müraciət olarsa bizə, mən hesab edirəm ki, siyasi partiyaların ölkədə, dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparması, ortaq rəylərin, ümummilli məsələlər barədə və yaxud onların özlərinin fəaliyyəti ilə əlaqədar müəyyən açıqlamaların edilməsi, bəyanatların qəbul olunması, mövqelərin və rəylərin bildirilməsi, bu bizdə müsbət demək, rol oynaya bilər və bu da ona yönəlmişdir. Mənim başa düşdüyüm demək bundan ibarətdir. Yaxın, ola bilsin ki, gələn həftə məndə qalan təəssürat ondan ibarət oldu ki, gələn həftə bu söhbətlərin konkret hansısa bir məzmunla nəticələnməməsi də yəqin məlum olacaq. Belə görüşlərin keçirilməsinə zərurət varmı Pənah bəy? Nə zərurət var indiki şəraitdə? Yəni müxalifət liderlərinin belə söhbət müxalifətdən getmişdir ki. Yəni prinsip etibarilə bu Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar var və siyasi partiyalar haqqında qanunvericilikdə də həmin partiyaların istər təşkilat olaraq və yaxud da digər təşkilatlarla birgə koordinə olunmuş fəaliyyətinin formaları nəzərdə tutulubdur. Bunlardan biri də məsələn deyək ki, bu və digər yaxın platformadan çıxış edən partiyaların müəyyən məsələləri müzakirə edib, onlar barədə ortaq rəy bildirməsi və yaxud bildirməməsi şəklində də ola bilər. Bu siyasi fəallığa səbəb olur, siyasi inhisarın yaranmasının qarşısını mənim fikrimcə ala bilir və bir də haqsız siyasi rəqabətin aradan götürülməsinə səbəb ola bilər. Mən yəni bunun tərəfdarlarındanam. Bunun əksinə olan... Haqsız siyasi rəqabət deyəndə nəyə nəzərdə tutulur? Biraz açıq Pənah bəy. Azərbaycanda iqtidar və onun siyasi gücü və digər siyasi partilərin gücü arasında olduqca bir demək tərs mütənasiblik var. Bu və digər səbəblərdən indi bizim mövzumuz deyil burada. Və bu bir növ, bilirsiniz, bu iqtisadiyyatdan gəlmiş bir anlayışdır. Bilirsiniz, Amerika Birləşmiş Ştatlarında səhv eləmirəmsə antitrust qanunları qəbul olundu 19-cu əsrdə. Antitrust qanunları, yəni monopoliyanın qarşısının alınması üçün. Bir sıra ölkələrdə ola bilsin ki, obyektiv səbəblər üzündən, hətta bu və digər siyasi güc, siyasi partiya tendensi olduqca güclü olur. Bəzən hətta siyasi ayrımçılıq tipli qanunlar qəbul olunur. Məsələn, bəzi ölkələrdə deyək ki, hakim siyasi partiyanın təmsil olunma həddi qoyulur ki, məsələn 70%, yəni 3-dən 2-dən artıq ola bilməz. 3-dən 2 orada konstitusiyon demək çoxluğun yaradılması üçün idi ki, bəzi qanunların qəbul olunması mümkün olsun. İndi bizdə ona ehtiyac yoxdur indiki məqamda, mən hesab edirəm. Amma yəni demək istəyirəm ki, bizim konstitusiyonun tərəfləri var, ölkə demokratik
konstitusiyaya görə demokratik inkişaf təhdidi öz üzərinə dövlətin götürdüyü bir dövlətdir. O baxımdan istər dövlət tərəfindən, istərsə də konkret indi bu gün qeydə alınmış siyasi partiyalar tərəfindən qanunda nəzərdə tutulmuş formalara uyğun olaraq əməkdaşlıq etməsi mənim fikrimcə bu siyasi pluralizmin, çoxpartiyalı siyasi sistemin, siyasi rəqabət mühitinin yaranmasına müsbət təsir eləyər və bu da bütövlükdə cəmiyyətimizin inkişafına, güclənməsinə şərait yaradar. Yəni bütün dünyada artıq sınaqdan çıxmış bir metod var. Çünki diqqət eləsəz, mən yuxarıda qeyd elədim. Rusların burada gözlədiyi və ən çox və yeri gəlmişkən onu heç kənara qoymayıblar. Ölkə daxilində ölkələri və cəmiyyətləri bir qayda olaraq təkcə xaricdən işğal eləmirlər ki. Daxildən indi müasir dövrdə onların işğal eləmək, onu zəiflətmək xətti daha o hibrid müharibənin əsas metodlarından biri bundan ibarətdir. Məsələn, çox çalışdılar və yeni də çalışmaqda davam edəcəklər. Məsələn, bizim diasporla Rusiyaya xüsusi xidmət orqanlarının işləri barədə çox narahat edici məlumatlar gəlir. Diaspor təşkilatlarının rəhbərliyi hamısı dəyişdirilir, ruhdan tutma, nüfuzlu şəxslər deportasiya olunur. İndi hamını mən qaralamaq istəmirəm. Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan şəxslərin, diasporların rəhbərliyinə gətirilməsi prosesi olur. Heç olmamışdı, amma mən bir Rusiya şəbəkələrində gördüm. Bir-iki Azərbaycanlını bu gərginlik üçün Azərbaycan tərəfi məsuliyyət daşıyır kimi açıqlamalar verməyə vadar edilir, məcbur edilir. Çünki onlar çox ciddi təzyiq altındadır. Ona görə də belə bir məqamda da bizim daxildən, siyasi cəhətdən də necə deyərlər, o güclü olmağımız, siyasi cəhətdən güclü olmaq həm də o qeyd elədiyimiz kimi bir monoton bir şey, bir yox, zəngin siyasi. Amma ümummilli maraqlar məsələsində, dövlət maraqları məsələsində, xarici təhdidlər qarşısında bir olmaq mövqeyindən çıxış eləmək məsələsində doğru düzgün mövqe tutan qüvvələrin olmasını tələb edir. O baxımdan da mən partiyalar arası əməkdaşlığın bu cəhətdən faydalı olduğu qənaətində olanlardanam.